Biz onu anlayanda ki, niyə bu münasibət bitdi? Çünki heç bir münasibəti biz əgər orada duyğusal bir bağ varsa, sevgi hissləri varsa və s. gözəl hisslərlə biz bağlanırıq da, heç vaxt biz əvvəlcədən istəmirik axı o bitsin. Ancaq müəyyən bir yerdən sonra müəyyən səbəblərdən bitə bilər. Bu da həyatın içində mümkündür, qəbul olunandır. Sonrakı münasibətlərə təsiri isə sizin dediyiniz kimi bizim həmin münasibətlə bağlı məsələləri içimizdə rusların bir gözəl sözü var, переваривать eləmə, həzm etməmişik demək ki. Nəsə bizə orada sual qalıb, biz tam onu anlamamışıq. O niyə bitdi? Çünki biz onu bitirmək üçün başlamamışdıq. Doğru. Ancaq bitdi. Niyə başladı? Necə davam etdi 3 sual və niyə bitdi? Və mən buradan nə öyrənməliyəm? Bu da 4-cü və şah sual. Nə öyrənməliyəm? Bəli. Niyə mənim başıma gəldidən çıxıb? Niyə məndən çıxıb? Bəli. Niyə mənim başıma bu gəlirdən biz çıxıb? Buradan nə öyrənməliyəm mən keçəndə biz oluruq yetişkin.